Prezident İlham Əliyev martın 6-sında Moldova Respublikasının baş nazirinin müavini, Xarici İşlər naziri Mixay Papşoyunu qəbul edib. Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Papşoy, Moldova prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi. Onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı. Mixay Papşoy İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi. Bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı. Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər. Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi. Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu. İki tərəfli münasibətlərimizin inkişafı, o cümlədən siyasi, iqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Papşoyunun səfərinin uğurlu olacağına əminlik bildirildi. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.